Bismillahirrahmanirrahim. Baku TV'nin keçən dəfəki efirində Turan bəy jurnalist ədalətinə uyğun olaraq mənim adımı çəkərək bildirdi ki, Elşad Samin ilə debata etiraz eləyir. Və həmçinin Turan bəy orada qeyd elədi ki, başqa bir neçə şəxslər vardır ki, onlar Elşad ilə debat etməyi istəmirlər. Lakin maraqlısı budur ki, Elşad Miri öz kanalında Baku TV'nin 55 dəqiqəlik verilişini kəsib doğrayaraq 54 dəqiqə eləmiş və öz kanalına paylaşmışdı. Belə ki, mənim adını çəkilən yeri əvvəldən və sonundan kəsərək, cümlənin əvvəlindən və sonundan kəsərək, ortadan özünə sərf eləyən yer götürüb, öz kanalına paylaşaraq 54 dəqiqəni elə göstərir ki, güya Elşad ilə heç bir kəs debata gəlməyi istəmir. Əvvəla bunu deyim ki, hörmətli tamaşaçılar, biz fərqli bir məqsədlərlə verilişlər təqdim edəndə Elşad Mirini də dəvət elədik. Sonra belə bir fikirlər, iddialar ortaya atıldı ki, biz də çıxaq Elşad Miriyə cavab verək. Söz haqqı tanıdıq. Təbii ki, Elşad Mirinin şəxsi olaraq eyni verilişdə olmaq istəmədiyi şəxs var, Samin bəy. O bizdən təkidlə istədi, debat istədi. Elşad bəy də buna etiraz etdi. Yəni bir neçə həftə öncə belə bir verilişimiz olmuşdu. Amma Elşad Miri ilə birlikdə verilişə gəlsin, debat yox, müzakirə formasında çıxış eləsin deyə dini komitədə o çətir altında fəaliyyət göstərən onlarla ilahiyyatçıya müraciət etdik. Dedilər, gəlmirik. Qafqaz Müsəlmanları İdarəsinin çətir altında fəaliyyət göstərən şəxslərə müraciət etdik. Dedilər, biz gəlmirik. Ayrı-ayrı fərdlərə müraciət etdik. Dedilər, gəlmir. Adlarını çəkmirəm. Yəni bilirəm ki, bu veriliş həmən YouTube-da filan yayılan kimi altından yazacaqlar ki, filan kəsi çağırardınız, filan kəsi çağırardınız. Demək olar ki, hamını çağırmışıq, hətta ad da deyə bilərik, amma deməyə ehtiyac yoxdur. Etiraz ediblər. Yəni Elşad Mirinin çıxmaq istəmədiyi bir şəxs var, amma yerdə qalan hər kəssə, biz baxırıq müxtəlif platformalarda Elşad Miri deyirlər, amma onunla çıxmaq istəmirlər. Bu baxımdan Elşad sizə təşəkkür edirik ki, yəni gəldiniz. Mövzumuz isə bundan ibarətdir ki, bugün danışacağıq. Əvvəla bunu deyim ki, hörmətli tamaşaçılar, biz fərqli bir məqsədlərlə verilişlər təqdim edəndə Elşad Mirini də dəvət elədik. Sonra belə bir fikirlər, iddialar ortaya atıldı ki, biz də çıxaq Elşad Miriyə cavab verək. Söz haqqı tanıdıq. Amma Elşad Miri ilə birlikdə verilişə gəlsin, debat yox, müzakirə formasında çıxış eləsin deyə dini komitədə o çətir altında fəaliyyət göstərən onlarla ilahiyyatçıya müraciət etdik. Dedilər, gəlmirik. Qafqaz Müsəlmanları İdarəsinin çətir altında fəaliyyət göstərən şəxslərə müraciət etdik. Dedilər, biz gəlmirik. Ayrı-ayrı fərdlərə müraciət etdik. Dedilər, gəlmir. Adlarını çəkmirəm. Yəni bilirəm ki, bu veriliş həmən YouTube-da filan yayılan kimi altından yazacaqlar ki, filan kəsi çağırardınız, filan kəsi çağırardınız. Demək olar ki, hamını çağırmışıq, hətta ad da deyə bilərik, amma deməyə ehtiyac yoxdur. Etiraz ediblər. Yəni amma yerdə qalan hər kəssə, biz baxırıq müxtəlif platformalarda Elşad Miri deyirlər, amma onunla çıxmaq istəmirlər. Bu baxımdan Elşad sizə təşəkkür edirik ki, yəni gəldiniz. Mövzumuz isə bundan ibarətdir. Elşad güya həm jurnalist işləyib, həm də Uca Allahdan, Qurandan danışır. Sən əgər jurnalistliyi peşəsini bilirsənsə, Uca Allahın adından danışan bir şəxssənsə, o zaman ədalətə uyğun olaraq ya debat mövzusunu səninlə kim debat eləmək istəyir, sən kimlə debat eləmək istəmirsən, çəkinirsən, hünər eləmirsən, ya bu mövzunu kəsməliydin, o bir tərəfi paylaşmalıydın, ya da ki, əgər paylaşmaq istəsənsə debat mövzusunu, o zaman ortadan mənim adımı kəsib çıxardılmalı deyildin və elə göstərmirsən ki, sanki səninlə heç kəs debat eləmək istəmir. Bu həm əmanətə xəyanətdir, həm jurnalistlik peşəsinə uyğun deyildir, həm də Allah adından, Quran adından danışan, iddialar eləyən bir kəsə qəti olaraq münasib deyildi ki, və ayıb sayılır ki, kəsib doğrayıb, özünə sərf eləyən yeri paylaşdınız. Əlbəttə ki, ağıllı xalqımız çox gözəl bilir ki, sən nəyə görə mənimlə debat eləmək istəmirsən. Çünki sənin yalanlarının, iddialarımın, boş iddialarımın, çürük iddialarımın, Uca Allahın adına, Quran-Kərimin adına danışdığın o yalanlar ki var, sənə mən bir sübut eləyərdim Allahın köməyi ilə, izni ilə ki, sən həqiqətən yalan danışırsan, İslam dininə iftiralar atırsan və sən nə Quranı bilirsən, nə ərəb dilini bilmirsən. Lakin bunları bildiyin üçün sən və yaxud da sənin hansısa yol göstərənin var ki, rəva bilmir ki, debata gələsən mənimlə ki, iç yüzün asılsın və xalqımız bilsin ki, sən Quran adından deyil, başqa bir kəslərin etdiyi iddiaları ölkəmizin, xalqımızın içində nəql edirsən və kitrəlik yaradırsan, fitnə salırsan, Uca Allahın adına böhtanlar atırsan. Lakin yenə də
Əgər hünər tapa bilsən, şücaət tapa bilsən özündə, buyur gəl biz debat eləyək. Haqlısansa sən çıxıb haqqını bəyan eləməlisən. Yoxsa özünə sərf edən insanlarla çıxırsan ki, güya mən haqlıyam. Haqlısan, gəl üzbəyüz, oturaq ədəblə, ərkanla, mehriban debat eləyək. Buyur haqqını göstər, biz də öz haqqımızı göstərək və axırda görək ki, sənin iddiaların həqiqətən doğrudur, yoxsa yox. Lakin sən buna hünər eləyib gəlmirsən. Digər bir məsələyə toxunum. Həmin efirdə sənin yanındakı şəxs ayəni səhv oxuyur, kobud səhv eləyir. Uca Allah buyurur ki, və innəhu ləzikrun ləkə və liqavmikə və səvfə tüsəlun. Həqiqətən də o Quran sənin üçün və sənin qövmün üçün bir şərəfdir və siz mütləq sorğu-sual olunacaqsınız. Və səvfə tüsəlun deyir Uca Allah. Sənin yanındakı şəxs isə və səvfə təsəlun. Siz sorğu-sual edəcəksiniz deyə oxudu. Allah Teala bakın. İnnehu lezikrun leke ve liqavmike ve sevfe tes'alune. Ne demeydi bu? Siz bundan sorğu-sual olunacaksınız. Ve sevfe tes'alune. Ve sevfe tes'alune. Ve sevfe tes'alune. Sən də adətin kimi özü bilmiş göstərib, hələ bir başı yelləyib ayəni də tərcümə elədin ki, bəli, ayə belədir. Halbuki sən ərəb dilini bilmirsən, Quranı bilmirsən. Bəs ərəb dilini bilmirsən, sözsüz ki bilmirsən onsuz da. Ərəb dilini bilsəydin, orada tusəlun, sorğu-sual olunacaqsınız deməkdir. Təsəlun isə sorğu-sual edəcəksiniz deməkdir. Məgər insanlar mı sorğu-sual edəcək? Tusəlun olmalıdır, sorğu-sual olunacaqsınız, yəni Allah tərəfindən. Sən isə o ayəni bilmirsən, ərəb dilini bilmirsən deyə düzəliş eləmədin, əksinə güya bir ayəni tərcümə eləyib təsdiqlədin.